Əslində nə etməliyəm, boynuma alım ki, axmağın biriyəm, həqiqətən də axmağın biriyəm. Başıma nə gəldisə özüm elədim, öz-özümə az pisliyi etməmişəm. Amma özümü düzəldə biləcək səbrim belə yoxdur. Adamlar səbr etməkdən, dişini sıxmaqdan danışırlar. Düzünü desəm, mən həyatım boyu dişimi sıxa bilmədim. Misal üçün, siqareti heç vaxt tərk etmirəm. Nəinki tərk etmək, heç azaltmıram da, əksinə hədsiz çox çəkirəm. Əsəbi olanda bəhanə edirəm ki, əsəbiyəm, ona görə çox çəkirəm. Bəzən də keyfim yaxşı olanda deyirəm ki, əhvalım yaxşıdır, ona görə çox çəkirəm. Halbuki mənim vəziyyətimdə olan adamın çəkməməyi daha yaxşıdır. Bunu həm qənaət, həm də sağlamlıq baxımından deyirəm. Amma nəinki siqaret. Mən çay da çox içirəm, özü də tünd. Onu da deyim ki, bayat çay sevmirəm. Çay dəmləyib yarım saat ərzində nə qədər içdimsə içdim. Sonra yenidən içmək istəyəndə qalanını yerə töküb təzədən dəmləyirəm. Məndə qənaətçilik yoxdur. Bir çox məsələlərdə bərəkətsizlik eləyirəm, israfçılıq eləyirəm. Halbuki zamanında bunlar hər gün tapılmırdı. Amma indi bolluğa düşmüşəm, nədir, israfçılıq eləyirəm. Bəzən özümə əsəbləşirəm ki, başıma nə gəlsə azdır. Çünki əlimdə olanı boş yerə israf eləyirəmsə, bərəkət də məndən uzaq olmalıdır. Amma son vaxtlar məndə qəribə bir hal baş verir. Məsələ bundadır ki, sanki beynimin içində yeni bir səs peyda olub, qəribə bir səs var və bu səs mənimlə fəlsəfi dillə danışır. Misal üçün, mən çay və ya siqaret məsələsində pulları boş yerə israf etdiyimi düşünüb özümü qınayanda beynimdəki o səs pıçıldayır. Bunun bərəkətlə heç bir əlaqəsi yoxdur. Əgər israf etməklə bərəkət qaçsaydı, insanlar əxlaqsızlığa bu qədər pulu hardan tapırlar? İçki, narkotik vasitələr niyə ilbəil daha çox satılır və yayılır? İnsanlar artıq xarici görünüşlərini belə dəyişdirirlər, estetik əməliyyatlar etdirirlər. Bu qədər pul hardandır? Sən onlara nəzərən heç nə israf etmirsən, sadəcə xərcləyib sonra səhvini başa düşürsən. Çayla, siqaretlə pul israf olunmur. Pul əxlaqsız və lüzumsuz şeylərlə xərclənəndə israf sayılır. Sən sadəcə bədbəxtsən və qorxaqsan. Heç kəsə söz deməyə cəsarətin çatmır. Ona görə də günahı özündə axtarırsan. Yadında saxla. Həmişə özündə günah axtaranların hamısı düşünən, ağıllı adam deyil. Bir çoxları adamlar başqalarının üstünə gedib onlardan hesab soruşacaq gücə çatmayanda öz içlərini gəmirirlər. Səndə günah yoxdur, səndə sadəcə başqalarına söz deməyə cəsarət yoxdur və salam. Bəli, özündə axtardığım bir çox səhvlər əslində başqalarının alçaqlığı və vicdansızlığıdır. Bir çox hallarda başıma bəlalar gəldi, rüsvay oldum, biabır oldum, amma olan oldu. Hadisələrdən sonra isə təqsirkar həmişə məğlub tərəf olduğu üçün bütün yük mənim üzərimdə qaldı. Mənim də xətəm var idi əlbəttə, amma mən ətrafımdakıların bu qədər yırtıcı olduğunu bilmirdim. Bilsəydim tədbirimi görərdim, sadəcə bilmirdim. Əgər bilməmək eyibdirsə, bunu qəbul edirəm, daha nə deyim. Amma özümdə nə qədər çox xəta görürəmsə, başqalarında ən azı bir o qədər də xəta görürəm. Onsuz da az çox fəlsəfə anlayışım var və bunu da yaxşı bilirəm. Bu, öz gözündə tirik görməyib, başqasının gözündə çöp axtarmaq məsələsi deyil. Bu sadəcə güc məsələsidir. Çünki güclü adamlar öz səhvlərini axtarıb vaxt itirməkdənsə, qarşılarındakı adamlara yerlərini göstərməyi, lazımı həmlən edib gözlərinin oduna almağı üstün tuturlar. Çünki qarşımdakılar məndən layiqincə qorsaydılar, mən özümdəki ən kiçik səhvləri belə görməyə lüzum hiss etməzdim. Sən özünü dəyişə bilərsən, amma dəyişsən belə heç kim sənə qarşı münasibəti dəyişməyəcək. Sən sadəcə düzəlmək adı altında əksər insanlar kimi naqis, alçaq, yalancı və müftəxor olmasın, amma nə bilim doğrusu nədir? Daha doğrusu heç nə bilmirəm. Həyat uğursuz alındıqda, işlər zibilə dönəndə hamı bizi, bizsə hamını təqsirkar çıxarmağa çalışırıq. Mənim həyatımda özümdə günah çoxdur, bunları danmıram. Öz həyatıma, davranışlarıma vaxtında fikir vermədim, ayılmadım. İnsanlar arası münasibətlərdən də kənarda qaldım. Hətta panik nevrozum belə bəlkə də sırf bu sosial mühitdən təzrid olunduğum üçün yarandı və gün də artdı. Doğrusu mənim bu rəzil vəziyyətimə görə məni yalnız anam danlayır. Başqa heç kəsim də yoxdur ki, məni danlasın. Anamdan və bacımdan, bir də balaca oğlumdan başqa heç kəs. Qalanları qohumlardır. Amma qohum ailə deyil, ailənin yerini vermir. Oğlum anasının yanındadır. Amma orada böyüdükcə qorxuram ki, uşağı çox pis tərbiyə edərlər. Bacım isə əlildir. Mənim üçün narahat olan yalnız anamdır. Anam da artıq o əvvəlki qadın deyil, əsəbləri tamam pozulub. Əslində son zamanlar ona deyirəm ki, bu qədər əsəbləşməsin, hər şeyi ciddiyə almasın. Çünki əsəbləşmək üçün həmişə bir səbəb tapılacaq, düzdür. O mənim bu sözlərimə məhəl qoymur. Amma bəlkə də əsəbləşməyi onun xeyrinədir. Heç olmasa başını qadır axı.
Axı doğrudan da belədir. Misal üçün, son zamanlar öz həyatıma fikir verirəm. Yaşamağı bacarmadığımdan sadəcə yaşayırmış kimi özümü aldadıram. Səhər yuxudan dururam. İlk bir neçə dəqiqədə dəhşətli dərəcədə darıxıram. Çünki yuxudan təzə qalxanda beynimdə böyük bir düşüncə boşluğu yaranır. Lakin qısa zamanda bir problem tapıb vaxtımı onunla keçirirəm. Çünki yaşaya bilmədiyim üçün beynimdə nəhəng bir boşluq peyda olur. Əgər beynimdə məni narahat edən bir düşüncə olmasa, mən o daxili sıxıntıdan ölərəm sanki.